Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsinə hal-hazırda belə bir gözəl, möhtəşəm, qoşa daşla tikilmiş, gördüyünüz kimi kürsülü 4 otaq həyət ev təqdim edəcəm. Qiyməti bəri başdan deyim. 138 min manata deyilir. Kupçası var, evində torpağında sənəti var. Həyəti göz qabağındadır. Ümumi 3 sotdadır. 3 sot ərazidədir. Burada torpağın sotu 20 min manatdır. Qaz, su, işıq və kanalizasiya mərkəzi, bütün sayğaclar qoyulub. Evin təmiri yekundur. İçində kosmetik təmizlik işləri qalıb. Evin gördüyünüz kimi yandan keçməyə yeri var. Yerdən 4-5 daş kürsülüdür. Burada yaşıllıq üçün yer nəzərdə tutulub. Giriş qapısıdır. Kanalizasiya bir daha vurulan var mərkəzidir. Yeni Bakı yaşayış kompleksinin arxa istiqamətindədir. Burada teras üçün yer nəzərdə tutulub. Böyük pəncərəsi olan yer qonaq otağıdır. Sona qədər cüt daşla tikilib. Damdakı kerapitsa şiferdir. Damı bir daha buradan göstərim. Kerapitsa şiferdir. Gözəl 4 otaqdır. Qaçırmağına dəyməz. Adəti üzrə Yeni Bakı yaşayış kompleksinin arxa istiqamətində belə evlərin sayları məhdud olur. Həyətini buradan göstərim. Genişdir həyəti, böyükdür. Ətraf yaşayışdır. Buradan mətbəx hissəsidir. Mətbəxdən də qapı qoyulub bura terasa çıxmaq üçün. Gələcəkdə alıcı bu hissəni istəsə yığa da bilər. Qiyməti bir daha vurğulayım. 138 min manat nağd satılır. Dövlət ipotekanız hazır olsa, bu 4 otaq həyət evini, 3 sotda olan həyət evini əldə edə bilərsiniz. Və burada bir dənə məqam var ki, əlim yandı satılır, yaxşı endirim olunacaq. Gəlin evə baxın, endirimlə bağlı, ev sahibi ilə bağlı görüşüb qiyməti danışa bilərsiniz. Burada qonaq otağıdır gördüyünüz kimi. Böyük həcmli qonaq otağıdır. Burada geniş bir qapı hissəsi nəzərdə tutulub, amma qapı qoyulmayacaq. Belə deyək də, böyük bir ərazi nəzərdə tutulub giriş-çıxış üçün. Böyük pəncərə, döşəmə, laminat. Birinci mərtəbə tam şəkildə isti döşəmə ilə təmin olunub. Keyfiyyətə söz yoxdur. Ustanızla gəlin, baxın və keyfiyyətinə özünüz əmin olacaqsınız. Burada bizdə mətbəxdir. Bir daha vurğulayım, Masazırın bu hissəsində Yeni Bakı yaşayış kompleksinin arxa istiqamətində torpaqlar çox bahadır. 3 sot torpaqdır. Bu 20 mindən satılan torpaqdır, bu 60 min torpağıdır. İcazəsi var bunun, bunun sayğaclaşması var, tikilməsi var. Yəni bunun əziyyətinə dəymir. Bu da yataq otağı, birinci yataq otağı. Pəncərəsi öz hasarındadır. Böyük pəncərə iləndir. Ən kiçik yataq otağı budur. Mətbəx hissəsinə bir qədər əvvəl baxdıq. Mətbəx hissəsini bir daha vurğulayım ki, buradan terasa çıxışı var. Və sizə tövsiyə edərdim ki, kanalımıza abunə olasınız. Şərh bölməsinə şərhləriniz, istəklərinizlə bağlı bir şərh yaza bilərsiniz. Bu da ikinci yataq otağıdır. Qiymətlə bağlı gözəl endirim olunacaq. Əlim yandı satılır. 138 min manata deyir. Gəlin, baxın, qiymətlə bağlı razılaşacaqsınız. Nağd satılır. Burada da isti döşəmə damısı və sonucu göstərəcəyim yer hamam otağıdır. Hamam otağı da tam təmir. Lazım olsa aksesuarların ev sahibinə danışarsınız, aksesuarlarla quraşdırıb verə bilər. Çox gözəl evdir, keyfiyyətli evdən əsası, sona qədər cüt daşla tikilib. Evin baş tərəfində beton kəməri də var. Ərazisi gözəl, 3 sotdur. Belə evlər yenə də bir daha vurğulayım. Tez satılır və çox az sayda olur belə evlər. Kanalımıza abunə olmayı unutmayın. Abunə olun ki, gözəl həyət evlərimiz, mənzillərimiz, torpaqlarımız satışa çıxanda ilk olaraq siz də izləyə biləsiniz.